Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu video izahda Landau test tapşırıqlarının video izahına davam edirik və növbəti mövzumuz çevrə üzrə bərabər sürətli hərəkətdir. Deməli, vaxt itirmədən başlayaq bir nömrəli məsələdən. İki disk qarşılı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin dövr etmə tezliyi n olarsa, 3 nöqtəsinin dövr etmə tezliyi nəyə bərabərdir? Burada biz deməli, qarşılı ötürmə və disk haqqında biraz məlumatlanmalıyıq. Deməli, qarşılı ötürmədə, bax, bizim bu gördüyümüz hal-hazırda bu qarşılı ötürmədir, bir-biri ilə əlaqələndirilmiş disklərdir. Burada sabit olan kəmiyyətlər var. Qarşılı ötürmədə sabit olan kəmiyyətlər sürət və yoldur. Gedilən yol. Hər ikisi sabitdir. Disk üzərində isə bu, deməli, qarşılı ötürmədir. Yazaq bura, qarşılı ötürmə. Diskdə isə sabit olan kəmiyyətlər dövr etmə periodudur, tezlikdir, dövrlərin sayıdır, bir də bucaq sürəti omega. Bu 4 dənə kəmiyyət disk üzərində sabitdir. İndi biz birinci baxırıq, baxın, əgər belə burada bizə 3 dənə disk var, 3 dənə disk kimi təsəvvür eləyək. Çünki bir nöqtəsinin özü, baxın, bu trayektoriya boyunca fırlanır. Burada birinci baxmalıyıq, hələ qarşılı ötürməyə baxmayaq, birinci diskə baxaq. Baxın, bu disk 2 diski, bir də burada bir dənə disk təsəvvür eləyək, 1 diski. Bunlar üzərində sabit olan kəmiyyətlər. Baxın, burada 4 dənə kəmiyyət dedik ki, sabitdir. İndi bizə deyir ki, bir nöqtəsinin dövr etmə tezliyi n-dir. Bax, bura n-dir. Onda 2 nöqtəsinin də dövr etmə tezliyi n olacaq. Çünki disk üzərində tezlik sabitdir. İndi keçirik qarşılı ötürməyə. Qarşılı ötürmədə sürət və yoldan başqa, sürət və yol dedik sabitdir. Digər kəmiyyətlər radiusla tərs mütənasib asılıdır. Bir dənə istisna halımız var ki, istisna. Period radiusla düz mütənasib asılıdır. Qalan bütün kəmiyyətlər tezlikdir, təcildir, sonra omega bucaq sürətidir, dövrlərin sayıdır. Baxın, bunlar hamısı deməli, radiusla tərs mütənasib asılıdır. Deməli, onda 2 nöqtəsinin tezliyi n olarsa, 3 nöqtəsinin tezliyini soruşur. Gəlin, baxaq radiuslara. 3-ün radiusu görürük ki, bizə r verilib. Onda yazaq bura r, bu r-dir. 3-ün radiusu. 2-nin radiusu 2r-dir. Baxın, buradan bura qədər məsafə 2r-dir. Onda biz bilirik ki, 2-nin əgər tezliyi n-dirsə, radius 2 dəfə azaldı. Deməli, bura nə olacaq? 2 dəfə azaldısa, 2 dəfə çox olmalıdır. Çünki radiusla tərs mütənasib asılıdır. Olacaq 2n. Deməli, cavabımız oldu D variantı. 2 nömrəli məsələyə baxaq. Maddi nöqtə 30 sm radiuslu çevrə üzrə hərəkət edir və t bərabərdir 3/4 period müddətində nöqtənin getdiyi yolun yer dəyişməsinə olan nisbətini hesablayın. Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə 4/3 period deyirsə, baxın, biz çevrəni 4 yerə bölək. Və deyək ki, cisim, məsələn, başladı buradan. A nöqtəsindən hərəkətə keçdi. Bax, bu istiqamətdə. 4/3 period hara uyğun gəlir? Cisim, baxın, gəlir. Bax, bura qədər yarım perioddur. Çünki çevrənin yarısını gedib. Buradan gəldik bura. Bura C nöqtəsi deyək. Baxın, bura zaman periodun 4/3-ünə bərabər olacaq. Çünki çevrəni 4 yerə böldük. 3 hissəsini götürdük. Bu zaman gedilən yol nəyə bərabərdir? Onda biz çevrənin uzunluğu, ümumi uzunluğu nə qədərdir? 2pi r-dir. Əgər biz 4/3 periodda bu cismin getdiyi yolu axtarırıqsa, onda həmən o hissəyə, yəni
Burada hissə nə qədərdir? 4-də 3-dür. 4-də 3-ə vurmalıyıq. Bu cismin getdiyi yoldur. Yer dəyişməsi isə modulda yazaq. Yer dəyişməsi, baxın, başlanğıc və son nöqtələri birləşdirməliyik. Bax, bu olacaq bizdə artıq yer dəyişməsi. Yer dəyişməsi görürük ki, nədir burada? Bura R, baxın, burada R. Onda Pifaqor teoreminə görə yer dəyişmə burada hipotenuzdur. Onda katetlərin kvadratları cəmi hipotenuza bərabərdir. O da olacaq R kök altında 2. Deməli, biz bunları bir-birinə bölməliyik. Nisbətini soruşur bizdən. Onda yazaq. Gəlin, belə eləyək. L-i bölürəm yer dəyişməyə bərabərdir. L 2 pi R vurulsun 4-də 3-dür. Yer dəyişməmiz R kök altında 2-dir. R-lər buradan ixtisar gedir. Daha sonra 2 ilə 4 ixtisar gedir. Aşağıda burada 2 qalır. Bərabərdir. Pi-ni bizə 3 verib yazırıq. 2 vurulsun, 3 vurulsun. 3 bölünsün 2 kök altında 2. Buradan 2-ləri də ixtisar aparaq. Baxın belə. 2-lər də. Burada səhv eləmədik ki, görün. Deməli, 2 vurulsun. Buradakı 2-ni biz deməli bir də baxın. Deməli, 2 pi R. R-lər ixtisar getdi. Düzdürmü? Sonra bu 2 ilə bu 2 yuxarıda. Bu 2 yoxdur artıq burada. Bu 2 yoxdur. Onda olacaq 9 bölünsün 2 kök altında 2. Cavabımız oldu B variantı. Keçdik 3 nömrəli məsələyə. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A nöqtəsinin hansı nöqtəyə nəzərən sürəti ən kiçikdir? Deməli, baxırıq. A nöqtəsi, görürük ki, bax, bu A nöqtəsi. Ümumiyyətlə, cisim burada gördüyümüz kimi saat əqrəbi istiqamətində hərəkət edir. Və biz bunun əgər xətti sürətini çəkmək istəsək, xətti sürət çevrə üzrə bərabər sürətli hərəkətdə toxunan istiqamətdə yönəlir. Yəni, yuxarı doğru olacaq burada xətti sürəti bunun. Və bir nöqtəsinin xətti sürəti də yuxarı doğru olacaq. Amma A nöqtəsinin xətti sürətindən kiçik olacaq. Çünki xətti sürət disk üzərində 2 pi r n-dir. Yəni, xətti sürət mərkəzdən olan məsafə ilə düz mütənasib asılıdır. Yəni, mərkəz nöqtənin sürəti 0-dır. O aydın məsələdir. Bir nöqtəsinin sürəti artıq A nöqtəsinin sürətindən kiçik olacaq. Məsələn, deyək ki, əgər A nöqtəsinin sürəti 10 metr böl saniyədirsə, mərkəzdən olan məsafə azaldığı üçün bir nöqtəsinin sürəti olacaq, məsələn, deyək ki, 5 metr böl saniyə. 2 nöqtəsinin sürəti olacaq, məsələn, 2 metr böl saniyə. Bu mərkəzə qədər A nöqtəsinin sürəti ilə 1 və 2 nöqtələrinin sürəti eyni istiqamətlidir. Amma mərkəzdən artıq digər tərəfə keçdikdə, məsələn, 3 nöqtəsinin sürəti aşağı doğru olacaq. Niyə? Çünki burada 5 nöqtəsinin sürəti aşağı doğrudur. Bu da V-dir. 4 nöqtəsinin sürəti aşağı doğrudur, amma ondan kiçikdir. 3 nöqtəsinin sürəti aşağı doğrudur, ondan kiçikdir. Deməli, əgər nisbi sürətin ən kiçik qiymətini axtarırıqsa, onda biz nə etməliyik? Deməli, A-ya yaxın olan 1-dir da, baxın burada. Yəni, biz, baxın, burada 10-dan 5-i çıxsaq, nisbi sürət 5 qalır. 10-dan 2-ni çıxsaq, 8 qalır. Və eyni istiqamətli hərəkətdir, ona görə çıxırıq. Yəni, nisbi sürəti tapanda burada bizə ən kiçik nisbi sürət istədiyindən ona ən yaxın olan nöqtəni götürürük. Yəni, o da olacaq 1 nöqtəsi. Məsələn, desəydi ki, harda ən böyükdür? Ən böyük olması üçün biz A cisminin sürəti ilə 5 cisminin sürətini götürməliydik. Çünki bunlar əks istiqamətli hərəkətdir və əks istiqamətli hərəkətdə nisbi sürəti tapanda toplamalıyıq.
Keçək növbəti məsələmizə. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, əyri xətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılmış, təbii ki, çevrə üzrə hərəkətdir. 5 gəldi bura. Çevrə üzrə hərəkətdə maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zaman, yəni bir tam dövrə sərf olunan zamana biz nə deyirik? Dövr etmə periodu deyirik təbii ki. Vahid zamandakı dövrlərin sayı isə dövr etmə tezliyi adlanır. Maddi nöqtənin çevrə üzrə hərəkəti bucaq sürəti və xətti sürəti ilə xarakterizə olunur. Baxın, burada dövr etmə periodu deyir. Bir dövrə sərf olunan zaman. Dövr etmə periodu T hərfi ilə işarə olunur və düsturu kiçik T bölünsün N-dir. Yəni, bir dövrə sərf olunan zaman. Zamanı bölürük dövrlərin sayına. Tezliyi isə N hərfi ilə işarə olunur. Bir saniyədəki dövrlərin sayıdır. Yəni, N-i bölürük T-yə. Periodla tezlik bir-birindən tərs mütənasib asılıdır. Bu da aydın məsələdir. Deməli, cavabımız oldu 5, 4, 3, 1, 2, A variantı. Keçdik 5 nömrəli məsələyə. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı fiziki kəmiyyətlərin qiymətləri fərqlidir? Disk üzərində deyirsə, yəni disk varsa, burada dedik ki, sabit olan 4 dənə kəmiyyət. Dövrlərin sayı, bucaq sürəti, tezlik və period. Baxın, bu 4 dənə kəmiyyət sabit qalmalıdır. Digər kəmiyyətlər artıq dəyişəcək. Məsələn, təcil. Bu 4 dənə kəmiyyətin içində varmı? Yoxdur. Deməli, təcilin qiyməti 1 və A və B nöqtələrində fərqlidir. Tezlik sabitdir, dedik. Dövr etmə periodu da sabitdir. Bucaq sürəti də sabitdir. İstənilən bərabər zaman müddətinə gedilən yol isə fərqlidir. Deməli, cavabımız burada oldu 1 və 5. 6 nömrəli məsələ. Velosipedçinin sürəti 18 km/saat, təkərin fırlanma tezliyi 3 saniyə üstü -1-dir. Təkərin kənar nöqtələrinin mərkəzə qaçma təcilini hesablayın. Burada görürük ki, bizə mərkəzə qaçma təcilini metr bölünsün saniyə kvadratı ilə hesablamağımızı istəyir. Amma bizə burada sürət verilib 18 km/saat. Deməli, sürəti biz yazanda 18 km/saatdan metr bölünsün saniyəyə keçməliyik. Deməli, metr bölünsün saniyyə keçəndə 3/6-ya bölürük. Bu da eləyir 5 metr bölünsün saniyə. Sürət var, tezliyi verib 3, saniyə üstü -1 və bizdən təcili soruşur. İndi biz təcilin elə bir düsturun yazmalıyıq ki, orada həm sürət olsun, həm də tezlik olsun. Təcilin düsturları çoxdur. Belə deyim, gəlin xatırlayaq bütün düsturların hamısını. Məsələn, A bərabərdir, V kvadratı bölünsün R-dir. V burada xətti sürət, R radiusdur. Bərabərdir, omega kvadratı R-dir. Omega burada bucaq sürəti, R yenə radiusdur. Sonra yaza bilərik, omeganın yerinə 2πrn yazsaq, baxın, omega bərabərdir 2πn, daha doğrusu, R yoxdur burada, 2πn yazsaq və yaxud da omeganın yerinə biz yaza bilərik 2π bölünsün t periodla. Onda olacaq düsturlarımız bu şəkildə. 4π-nin kvadratı, n-in kvadratı r, 4π-nin kvadratı bölünsün t-nin kvadratı r və yaxud da burada bir dənə də düsturu var, xətti sürətlə olan düstur, omega v düsturu. Burada da omeganın düsturunu yazıb, yəni v-ni saxlaya bilərik. Onda olacaq omeganın 2πn düsturunu yazıram, 2πn v. Sonra periyodla olan 2π bölünsün t vurulsun v və s. Müxtəlif düsturlar çıxarda bilərik. Uzatmaq istəmirəm. V-nin də öz düsturlarını gətirib yerinə qoya bilərik. V-nin xətti sürətin düsturları 2πrn, sonra 2π bölünsün t vurulsun r və s. düsturları yazıb omeganı saxlayıb yeni təcil düsturlarını ala bilərik. İndi burada bizə lazım olan həm təcil olmalı, daha doğrusu, həm tezliyi olmalıdır düsturda, həm də xətti sürət olmalıdır. O da hardadır? Baxın, bu düsturdur. Onda təcilin biz bu düsturundan istifadə edirik. Yəni yazırıq A bərabərdir
2 pi n v. Verilənlər 2 vurulsun. Pi-ni 3 verib bizə, yazırıq 3. N-i verib bizə 3. V-ni də tapdıq, dedik ki 5-dir. O da eləyir, deməli, 6, 6-nı 3-ə 18, 18-i də 5-ə vuranda 90 metr bölünsün saniyə kvadrat. 7 nömrəli məsələyə baxaq. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki nöqtələr arasında məsafə OB bərabərdir 3OA-ya. Gəlin, biz belə eləyək. OA-nı, baxın buranı, bir R desək bura. OB də 3OA-dır, onda bura olur 3R. Bu nöqtələrin xətti sürətləri və periodlar arasında hansı münasibət doğrudur, onu istəyir bizdən. Bu diskdir. Diskin üzərində tez yadımıza düşür ki, period sabit olmalıdır. Deməli, onda 4 burada doğru variantdır. Gəldik xətti sürətə. Xətti sürət disk üzərində ümumiyyətlə xətti sürətdir, təcildir, gedilən yoldur. Baxın, bunlar hamısı disk üzərində radiusla düz mütənasib asılıdır. Ona görə də B nöqtəsinin xətti sürəti A nöqtəsinin xətti sürətindən 3 dəfə böyük olmalıdır. Çünki radius, mərkəzdən olan məsafə böyükdür. Ona görə burada cavabımız olacaq. B-nin sürəti A-nın sürətindən 3 dəfə böyük, o da 2-dir. Cavab oldu 2, 4. Baxın, bu şəkildə. Keçək artıq situasiya tipli tapşırıqlara. Deməli, burada deyir ki, dövr etmə periodu 2 saniyə olan A diski göstərilən istiqamətdə 4 tam dövr edir. Baxın, NA bərabərdir 4-ə. Və burada da radiusları verib. İndi soruşur bizdən B diski hansı istiqamətdə və neçə dövr etmiş olar. Bu qayışlı ötürmədir. Qayışla ötürmədə görürük ki, əlaqələndirilmiş disklər C-dir. Bax, bu diskdir. Bir də A-dır. A diskidir. Onda deyirik ki, burada qayışlı ötürmədə dövr etmə dövrlərin sayı radiusla tərs mütənasib asılıdır. Görürük ki, A diski əgər 4 dövr eləyibsə, A diskinin radiusu 2R-dir. C-nin radiusu R-dir. Yəni, radiusu 2 dəfə azalıbsa, dövrlərin sayı 2 dəfə çoxalmalıdır. Yəni, buradan biz C-nin dövrlərinin sayını 8 tapmış oluruq. İstəsəz bunu nisbətlə də eləyə bilərik. Mən daha rahat yolunu deyirəm. Nisbətlə necə yazacağıq? NA-nın NC-yə nisbəti bərabərdir. RC-nin RA-ya nisbəti. NA-nı bizə 4 verib. Yəni, onda yaza bilərik ki, 4-ün NC-yə nisbəti bərabərdir. RC R-dir sadəcə. RA da 2R-dir. Buradan da yenə C-nin dövrlərinin sayının biz 8 olduğunu görürük. Bəs hansı istiqamətdə hərəkət edir? Baxın, A diski saat əqrəbinin əksi istiqamətdə, bax, bu şəkildə hərəkət edir, gəlir, baxın, C-yə bağlanıb. Amma bizdən B-ni istəyir. B-nin dövrlərinin sayı da 8 olacaq. Niyə? Çünki artıq biz buna qarşılı ötürmə kimi yox, bunların ikisinə bir yerdə bir disk kimi baxmalıyıq. Diskdə də dövrlərin sayı sabitdir. Yəni, eyni olmalıdır. 8-dir. Deməli, N, B bərabərdir 8-ə. İstiqaməti də olacaq. Baxın, buradan biz istiqaməti çəksək, görürük. Gəlib bunun üzərindən, bax, belə fırlanacaq. Baxın, hansı istiqamətdə fırlandı? 2 istiqamətində. 2 istiqamətində fırlanar. Bu da belə. 9. Disklərin hərəkəti üçün hansı ifadələr doğrudur? Deyir ki, bunları silim, şəkil qarışmasın. Deməli, A və C disklərinin xətti sürətləri bərabərdir. Həqiqətən də A ilə C. Görürük ki, qarşılı ötürmədir bu. Qarşılı ötürmədə də sürətlə gedilən yol bir-birinə bərabərdir. Deməli, A və C disklərinin xətti sürətləri bərabər olmalıdır. Bir doğrudur. A və B disklərinin xətti sürətləri bərabərdir. Xeyr.
Bu belə olmayacaq. Niyə? Məsələn, A-nın xətti sürəti V-dirsə, bəli, C-nin də xətti sürəti V-dir. Amma B-nin xətti sürəti artıq C ilə müqayisədə 1,5 dəfə çox olmalıdır. Niyə? Baxırıq radiusa. Disk kimi baxdığımıza görə dedik ki, diskin üzərində sürət, xətti sürət radiusla düz mütənasib asılıdır. Və C-nin radiusu R-dir, B-nin radiusu isə 1,5 R-dir. Ona görə də xətti sürət B ilə C-nin xətti sürətləri eyni ola bilməz. 2 səhvdir. 2 səhvdir. B və C. B və C disklərinin dövr etmə tezlikləri bərabərdir. Bəli, eyni diskin üzərindədir deyə B və C. Ona görə deyirik ki, xətti sürətlər bir-birinə bərabərdir. A və C-nin dövr etmə tezlikləri bir-birinə bərabərdir. Xeyr, bərabər deyil. Bu da qarşılı ötürmədir. Burada sürət, yol bir-birinə bərabər ola bilər. B diskinin bucaq sürəti C diskinin bucaq sürətindən 2 dəfə böyükdür. Bu da səhvdir. B diskinin bucaq sürəti C diskinin bucaq sürətinə bərabərdir. Çünki disk üzərindədir bu. Disk üzərində tezlikdir, perioddur, bucaq sürətidir, dövrlərin sayıdır. Bunlar bir-birinə bərabər olmalıdır. B diskinin kənar nöqtəsinin xətti sürəti C diskinin kənar nöqtəsinin xətti sürətindən 1,5 dəfə böyükdür. Baxın, bunu bayaq dedik. Xətti sürət C-dən 1,5 dəfə böyük olmalıdır. Deməli, burada cavabımız oldu 1, 3, 6. A və C disklərinin kənar nöqtələrinin mərkəzə qaçma təcillərinin nisbətini, yəni biz A-nın təcilini bölməliyik C-nin təcilini. Dedik ki, qarşılı ötürmədə perioddan başqa bütün kəmiyyətlər radiusla tərs mütənasib asılıdır. Onda A-nın C-yə nisbəti, yəni təcilin nisbəti RC bölünsün RA olmalıdır. C-nin radiusu R-dir, A-nın radiusu 2R-dir. Onda bunlar ixtisar getdi, cavab oldu 2də 1 və yaxud da 0,5. Belə əziz şagirdlər, çevrə üzrə bərabər sürətlə hərəkət mövzusunun testləri də artıq Landau test tapşırığından bitdi. Növbəti mövzumuz Newton qanunları olacaq. İzləmədə qalın. Təşəkkürlər.